London, Paris, Sankt-Peterburg kerosin lampa istifadə etdikləri dövrdə Gədəbəy rayonunda elektrik işığı yanırdı. Amma bunlar elə belə edilmirdi. Araşdırmamız zamanı da məlum olur ki, Siemenslər Gədəbəydə nəinki mis, hətta gizli yolla külli miqdarda qızıl da əldə edib və gizli şəkildə Almaniyaya daşıyıblar. Mən burada, yəni Gədəbəydə artıq görkəmli bir Avropa güşəsi görürəm. 19-cu əsrin ortaları dağlıq reliefə malik Gədəbəyin hansı Avropa ülkəsinə oxşadılması nağla bənzəsə də, bu nağlı Alman əsilli, o qədər də varlı olmayan Werner von Siemens və onun qardaşı reallaşdırdı. Güclü dərəkəyə malik Siemenslər əslində Gədəbəyi seçməkdə yanılmadılar. Bəs bu məkanın təbii sərvətləri yıxılmaq dünyanın varlı oliqarxlarından birinə çevrilən Siemenslər hər kəs nüfuzlu tartışmasını qarşılayaraq onlarla hesablaşmağa başladı. Burada fəhlə yataqxanaları, bunların məsələn rahatçılığı, uyğunluğuna çox sonra yollar olur, geniş dərələr olur, orada böyük sərtlər tikiklər onları yolu enlətmək üçün. Beləcə Siemenslər Gədəbəydə möhkəmlənməklə hər onlara qədər mövcud olan mis emalı müəssisəsinin ilkin olaraq 1864-cü ildə 40%-dan birinə sahib oldular. 1865-ci ildə zavod ilkin olaraq bəsit güclə malik formada işə başlayıb. Siemens qardaşları bu ilkin formada işə başlayan zavodun fəaliyyətindən qane olmayaraq, bunun daha geniş formatda fəaliyyətə başlamasını nəzərdə tutaraq fəaliyyəti genişləndirirlər. Hətta bunun üçün Çexoslovakiya'dan, Londondan Gədəbəyə texniki avadanlıqlar gətirilir. Gədəbəydən sonra ikinci misəritmə zavodu Qala kəndində inşa edilir. Gədəbəydən Qaladakı zavodla nəqliyyat problemini həll etmək üçün isə qardaşlar dəmir yolu layihəsini həyata keçirir. Amma layihənin gerçəkləşməsi elə də asan başa gəlmir. Çar Rusiyası ideya qısqancılıqla yanaşaraq ona mane olmaq istəsə də 1879-cu ildə Siemenslər fantastik rəqəmli sərmayeyə yatıraraq 32,5 km uzunluğunda olan dəmir yol xətti çəkilir. Buna qədər isə Gədəbəy misemalı müəssisəsi ilə zavodu birləşdirən 6 kilometrlik dəmir yol xətti reallaşdırılır. Dəmir yol xətti 50-yə qədər körpüdən keçir. O körpülər müxtəlif ölçülərdən ibarətdir, müxtəlif tağlardan ibarətdir. Bir tağlı körpüdən başlamış 12-13 tağlı körpülərə qədər körpülər inşa olunur. Bir sözlə Siemens qardaşları Gədəbəydə Alman və İngiltərə mətbuatında City, yəni şəhər adlandırılan məkan yaradırlar. Bura bütün sivilizasiya malik şəhər üçün lazım olan hər şey vardı. Hətta Avropa şəhərlərinin hərəkət aparacağı imkanlar. Paul Siemens Qafqazda adlı kitabında yazıldığı kimi, Avropanın mərkəzi şəhərləri olan London, Paris, Sankt-Peterburg kerosin lamba istifadə etdiyi dövrdə Gədəbəy rayonunda elektrik işığı yanırdı. Hətta bir uşaq idi. O zavod 12-nin yarısında işığı yandırıb keçirirdi. Yandırıb keçirəndə biz tələbələrə, qəsəbə əhlisinə işarə verirdi ki, durun mal qaranlığa baxın, yığışdırın kitab dəftərinizi, motor sönəcək. Zavodun 3-cü mərtəbəsində teatr olur. Hətta teatrın pərdələri yalan olmasın, o pərdələr indiki pərdələr kimidir. O tazı uzardı. Demək, həftənin 6-cı bazar günləri zavod fəhlələri üçün teatr tamaşalar verirlər. Rayonda misəritmə zavodundan başqa çubuq əyrismə, kərpiç, taxta emalı zavodu və bu məhsulların satış bazası olub. Gədəbəydən Gəncəyə teleqraf xətti çəkilib. Mis emalı zavodu ilə müəssisəni birləşdirən kanal xətti mövcud olub. Dünyada 3-cü Qala kənd su elektrik stansiyası yaradılıb. Siemenslərin dövründə Gədəbəydə yay turizm marşrutu olub. Gədəbəy Qala kənd istiqamətində Gədəbəy şəhərindən Tala adlanan yerə turizm marşrutları olur. Turizm marşrutlarında gəzintilər təşkil olunur, xokkey meydançası düzəldir. Gədəbəydə xizək sürmə yarışları keçirilir və hətta zavod rəhbərliyi tərəfindən o qaliblərə mükafatlar belə verir. Babama o vaxtın istehsarı olan Longines firmasının belə bir tir sadə əldə edir. Burada Yunan təbəsi, Türk təbələri, İran təbələri çoxluq təşkil edir. Ki bunlar imperiya hüdudlarında hərəkət edə bilmişdir. Onlar bunu nəzərə alıb göstəriş veriblər. Rusiya imperiyası daxilində və xaricində sərbəst hərəkətlərinin təmin edilməsi barədə Gəncə qubernatorluq tərəfindən verilmiş arayışdır. İlk Rus Alman məktəbinin yaradılması, Almaniyadan gətirilən həkimlərin çalışdığı səhiyyə kompleksi də Gədəbəyin payına düşür. Siemenslər rayonun arxitekturasını isə qoşqüsudlu Alman sayılı binalarla bəzədir. İndi Siemenslərdən qalan tikillər ya inzibatidən ya da yaşayış edilmiş istifadə olunur. Siemens'in podvalında yaşayıram. Ora qabaqlar mağazin olur. Siemens'in vaxtında.
Yadıma gəlir ki, yaxşı, bax, ora dəmir yoluydu. Yadıma gəlir ki, oradan tünel qazırdıq ki, tunelə girməyə. Bizə heç nə. Bax, burada sinirlər belə dəmir əridirdilər. Günü-gündən varlanan siemenslərin gəlirlərinin artması və Azərbaycandan apardıqlarının yalnız xədəmanlardan ibarət olmadığı üzə çıxır. Məlum olur ki, siemenslər bu bir neçə ildə misin içərisində ərazidən çıxan küllü miqdarda qızıl ikinci ölkələrini daşıyıblar. Onlar onu kürə şəklində, burada neçə kürələr olub, peşlər olub, peşlərin sayı da var məndə. O peşlərdə fikirlənmiş, qara bir halda çıxardırlar. Sonra da onu keçmiş o çörək qabların, çörək somular deyildik bizlərdə, qabaqçı sonlarda. Onun da üzünü qaralayırlar. Buradan da onu daşıyırlar dəllərə. Dəllərdən də vaqona vurub gedir Almaniyaya. Millət də, hatta fəhlələr də o vaxtı sabahsızlığı bilmirlər. Elə bilirlərmiş bu yer, ali təhsilli injiner olub, rəhmətlinin adında bilmirlər. Onlar müəyyən ediblər ki, burada aparılan misli hesabına gedən şeylərdə bunun tərkibində qızıl da var, mis də var, dəmir də var. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə Siemenslərin və Gədəbəylilərin işıqlı günlərinin qaranlıq dövrü başlayır. Şəhər tipli Gədəbəy əyalətə çevrilir. Ermənilərin fitnəsi ilə Sovet hakimiyyəti sonradan müstəqillik zavoduna götürməsini göstəriş verir. Buradan İrəvana aparılan zavodun qalıqları hesabına isə Ermənistanda Allahverdi mis əritmə zavodu yaradılır. Almaniyadan olan Siemens qardaşlarının ilk Gədəbəydə tikdirdikləri mis əritmə zavodu bax həmin mən durduğum bu ərazidə yerləşib. Hazırda isə arxada gördüyünüz divar qalıqları həmin zavodun əhatə divarları olub. İki əsrin yadigarı olan dəmir yol xətlərinin qalıqları da indi mövcud deyil. Dağınıq körpü isə bərpası üçün Mədəniyyət və Turizm Nazirliyinin yadına düşəcəyi günü gözləyir. O zaman teatrda çalışan aktyorların istifadəsində olan bu düzgü isə hazırda rayon icra başçısının otağında saxlanılır. Rayonda mövcud qalıqların hesabına indi Siemens muzeyinin yaradılması planlaşdırılır. 50 illik fəaliyyətləri dövründə milyonlara sahib olan Siemenslərin varisləri bəlkə bundan sonra insafa gəlib yenidən Gədəbəyə baş çəkərlər. Ən azından halallıq almaq üçün. Çünki məhz Gədəbəyin qızılı və mislinin hesabına indi Siemens dünya markasına çevrilir. Aygün Rəsulova, Mədlənin Necəsi Fət Bayramov, həftə sonu üçün. Oradan köçürülməsiyle bağlı məsələ Avropanın günü var ki, hər gün müzakirəyə çıxardığı